Deferans Ambulans komandası olaraq bugün Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün təlim təşkil etdik və bu təlimdə hər hansı bir şəxsin həyatını qurtarmaq üçün lazım olan ilkin tibbi yardım bacarıqlarını onlarla da paylaşdıq. Ümid edirik ki, bu təlim əməkdaşlar üçün yetərincə informativ oldu və gələcəkdə bu kimi situasiyalarla qarşılaşdıqda öz yardımlarını düzgün şəkildə tətbiq edə biləcəklər. Bizim işimiz bilavasitə vətəndaşlarla bağlıdır və bu sahədə belə deyək, bizim tibbi maariflənməyimiz çox yerinə düşdü. Bugün bu təlimdə öyrəndiklərimiz bizim gələcək həyatımızda da, gələcək fəaliyyətimizdə də bizə köməkli olacağını düşünürəm. Qəbul şöbəsində işləyən insanlar daxili müvazinəti güclü olmalıdır, stresə dayanıqlı olmalıdırlar və təlimimizin də əsas mövzusu budur ki, bizim qəbul şöbəsinin işləri də streslə bağlı bilgiləri olsun və bu müvazinəti artıra bilsin. Stresin idarə olunmasını bizə təlim vasitəsilə keçdilər. Bu bizim çalışdığımız sahə ilə çox əlaqədardır. Stresin idarə olunması sahəsində keçirilmiş təlim düşünürəm ki, vətəndaş qəbulu əməkdaşlarının hamısı üçün faydalıdır.